Bəli, bəli, düz deyirsiniz. İnşallah gələn səfər daha diqqətli olmağa çalışaram. Oldu, çox sağ olun. Nə olub ata, nə məsələdir? Heç nə oğlum, dünən mənə zəng gəldi, elə bildim bankdandır. Sən demə fırıldaqçılar imiş. Kartımdan 1000 manat pul çəkdilər. Vay, ehtiyatlı ol da həyata, biraz diqqətli ol da. Eybi yox, canımı sağ olsun, nə olacaq ki? Az pul deyil, biraz diqqətli olmaq lazımdır. 1000 manat az pul deyil, valla. Bilirəm, ay oğlum, indi hadisədir də, baş verdi də. Əsas odur ki, cana gələn mala gəlsin. Sən elə şeyləri dərd eləmə. Qapı döyülür, gör kimdir gələn? Hə, pizza sifariş vermişdim, yəqin onu gətiriblər. Nə sifariş vermisən? Pizza da, yeməyə pizza. Evdə yemək yoxdur, bala? Evdə yemək var, nə bilim, ürəyim pizza istədi də. Mənim də ürəyim çox şey istəyir, Allah bir nə qədər pul vermişsə ona. Ay ata, nə dəxli var, ürəyim istədi də, neyiniyim indi? 10 manata cəmi. Nə? 10 manat? Hədə 10 manata. Ay, sənin başın xarabdır, bala. 10 manatda ötürü mən səhərdən axşam kimi işləyirəm, bala. Səni bu dəqiqə durub təpimin önünə saracam.